Bismillahirrahmanirrahim. Bugün iyunun 27-si 2025-ci il Mühərrəm ayının ilk günüdür. Mən matəm və hüzn ayının başlaması münasibəti ilə başda İmam Zaman ağa olmaqla ali dini lider Seyyid Əli Xamneyi həzrətlərini, digər məraci və Əhl-i Beyt dostlarını, Hüseyn aşiqlərinə təsliyyət deyirəm. Eyni zamanda Allahdan İmam Hüseynin ziyarət və şəfayətini təmənna edirəm. İran İslam Respublikasının ali dini lideri Seyyid Əli Xamneyi həzrətləri həm də bugün 13 iyun tarixindən sonra sadəcə 3-cü video çıxışını yayımladı və bu video çıxışı biz iki mövzuda xülasələşdirə bilərik. Birinci mövzu bundan ibarətdir ki, böyük rəhbər İran xalqını İsrailə və Amerika Birləşmiş Ştatları üzərində qələbəsi münasibəti ilə təbrik etdi. Xalqın birliyindən, xalqın cəsarətindən söz açdı. İkinci məsələ Amerika Birləşmiş Ştatlarının İrana qarşı olan tələbini ortaya qoydu və böyük rəhbər buyurdular ki, əslində Amerikanın tələbi, Amerika Birləşmiş Ştatlarının tələbi İran İslam Respublikasının təslim olmasıdır. Nüvə məsələsi, uranın zənginləşdirilməsi, demokratiya, insan hüquq və azadlıqları, başqa xalqların hüquq və azadlıqları və s. mövzular, əslində bunlar hamısı bəhanədir. Amerika Birləşmiş Ştatları bir mənalı olaraq İrandan təslimçiliyi istəyir. Böyük rəhbər isə bunun cavabında buyurdu ki, bu istək məsxərəvari bir istəkdir. Heç bir halda İran İslam Respublikası Amerika Birləşmiş Ştatlarının bu istəyinə boyun əyməyəcək və qətiyyətlə mübarizəsini sonuna qədər davam edəcək. Əziz izləyicilər, yeri gəlmişkən mən son günlər daha çox yayılan iki mövzu haqqında da danışmaq istəyirəm. Təbii ki, mövzulardan biri İran İslam Respublikasının ali dini lideri Seyyid Əli Xamneyi həzrətlərinin tükəndiyini, onun artıq bəzən xəstə olduğunu, bəzən dövləti idarə edə bilmədiyini və eyni zamanda artıq özün üçün varis seçdiyini və varis seçildiyini iddia eləyənlər var. Onu da deyim ki, bu iddialar informasiya müharibəsinin tərkib hissəsidir. İstəyirlər İran xalqını informasiya müharibəsində məğlub etsinlər və İran haqqında, xüsusən ali dini lider haqqında ki, bu işlərin başında o durur və Qərb blokunun qarşısında o dayanır, əsasən İslam ordusunun başıdır. İstəyirlər ki, onun haqqında müxtəlif şayələr yaymaqla müsəlmanları parçalasınlar, İslam ordusunu parçalasınlar. Şayələr yayırlar ki, göya Ayətullah Xamneyinin yerinə oğlu gələcək və yaxud da mərhum İmam Xümeyninin nəvəsi gətiriləcək və yaxud da kimlərsə gətiriləcək və s. Diqqətinizə çatdırmaq istəyirəm ki, bunlar hamısı şayədir. İran İslam Respublikasının konstitusiyasına görə ali dini lider vəzifəsinə orada mütəxəssislər məclisi adlı məclisi Xebrəqan deyirlər. Mütəxəssislər məclisi 88 ayətullahdan ibarət bir məclisdir. O məclisi cəmaət seçir, o məclisə üzvləri, həmən o ayətullahları o seçir. O məclisin, o mütəxəssislər məclisinin əsas işi isə ali dini liderin fəaliyyətinə nəzarət etmək və eyni zamanda heç kim bilirsiniz ki, əbədi deyil, hər bir insanın müxtəlif ömür payı var. Ömrün başa vurarsa və yaxud da hər hansı bir vəzifədən getmək kimi zərurət ortaya çıxarsa, həmən məclis, yəni mütəxəssislər məclisi İrana ali dini lider məhz seçmək, təyin etmək onların vəzifəsidir, o məclisin vəzifəsidir. Ali dini lider Seyyid Əli Xamneyi həzrətlərinin özündən sonra varis təyin etmək, oğlunu gətirmək, kimisə gətirmək, belə məsələlər İran konstitusiyasına görə yoxdur. İran konstitusiyasına görə bu vəzifənin təyinatı, bu vəzifənin bu vəzifəyə gətirilmə prosesi məhz
bu cür tənzimlənir. Buna görə belə şayələr yayırlar, müxtəlif bildi, bilmədi, kim elə çıxdı efirə və yaxud da televiziya kanallarına ağzına gələn danışır və yaxud da bilərəkdən bu cür şayələr yayırlar ki, müxtəlif deməli pis fikirlər formalaşdırsınlar İran haqqında. İkinci məsələ, mən son zamanlar ən çox qarşıma çıxan mövzulardan biri də budur ki, güya İmam Xümeyni Həzrətləri Fransada yetişdirilib və onu Fransa yetişdirib İrana hakimiyyətə o gətirib. Yəni Qərbin deməli yetişdirdiyi bir şəxsdir və Qərb onu hakimiyyətə gətirib. Xüsusən Fransa onu hakimiyyətə gətirib. Bu barədə çoxlu şayələr yayılır və bu əslində İslam inqilabını gözdən salmaq məqsədi daşıyır ki, güya bu da bir Qərbin bir projesidir, Qərbin bir layihəsidir. Buna inanmayın. Bunlar hamısı əlbirdilər. Amerika ilə yəni zaman-zaman belə şayələr yayırdılar da. Bir arada məsələn deyirdilər ki, Amerika ilə İran, Amerika Birləşmiş Ştatlarına inan bunlar özləri müharibə görüntüsü yaradırlar. İsraillə İran elə ikisi də eyni cəbhədədirlər və s. Yəni İmam Xümeyni Həzrətlərinin Allah ondan razı olsun, Allah onun ruhunu şad etsin, rəhmət eləsin. İmam Xümeyni Həzrətlərini də Fransa tərəfindən yetişdirilib hakimiyyətə gətirilmə məsələsini güya İran inqilabı xalqın inqilabı olmayıb və bu inqilabı istəyirlər ki, Fransanın ayağına yazsınlar və İran xalqının və İmam Xümeyninin o fəaliyyətini, o zəhmətlərini heç eləsinlər. Amma biz gəlin tarixə baxaq, görək ki, bir araşdıraq ki, İmam Xümeyni nə vaxt Fransaya gedib, Fransada nə qədər qalıb və hansı proseslərdən keçib. Əvvəla mən onu deyim ki, İmam Xümeyni Həzrətləri şahı tənqid edən, şahı əks çıxan deməli bir müctəhid idi, böyük elm adamı idi. O Ankara'ya sürgün edilir, Türkiyəyə. Oradan Bursa şəhərinə sürgün edilir və Türkiyəyə yenə də təsir göstərirlər. Türkiyə hökuməti imamı yəni Bursadan da çıxartmaq məcburiyyətində qalır. İmam oradan gəlir deməli Nəcəf şəhərinə. 15 ilə qədər də imam Nəcəf şəhərində, İraqda Nəcəf şəhərində Həzrəti Əli əleyhissalamın məzarının olan Nəcəf şəhərində orada yaşayır, sürgün həyatını orada deməli yaşayır. Sonra 78-ci ildə 1978-ci ilin əvvəllərindən artıq şaha qarşı etirazlar çoxalır və bu etirazlara da xüsusən İraqda bu etirazlara da İmam Xümeyni özü rəhbərlik edirdi və yenə də şah o vaxt Səddam Hüseyn idi, oranın İraqın prezidenti, Allah lənət eləsin hər ikisinə, həm İran şahına, həm Səddam Hüseynə. Şah Səddam Hüseynə təsir göstərir. Səddam Hüseyn İmam Xümeynini İraqdan çıxartmaq məcburiyyətinə qalır. Müxtəlif yerlərdən təkliflər gəlir və nəhayət İmam Xümeyninin Fransada, deməli Fransanın paytaxtı Paris şəhərinə təxminən 40 kilometr aralıda bir dənə Nofle-Şato qəsəbəsi var. O qəsəbədə dostları, yəni imamı tanıyanlar, dostlar dəvət edir, başqa yerlərə dəvət olunur, amma İmam Xümeyni o dəvəti qəbul edir. 1978-ci il oktyabr ayında İmam Xümeyni, deməli oktyabrın 8-də İmam Xümeyni gəlir həmən o Parisin 40 kilometr yaxınlığında olan qəsəbəyə. Bu baş verir 1978-ci ilin oktyabrın 8-i. Bunu diqqətlə izləyin. 78-ci il oktyabrın 8-i. Və 1979-cu ilin yanvarın 16-sında Şah İrandan qaçır. Şah İrandan qaçandan sonra fevralın 1-dən İmam Xümeyni qayıdır deməli İrana. Baxın, 78-ci ilin oktyabrın 8-dən 79-cu ilin fevralın 1-nə qədər heç 4 ayda etmir. Bu müddətdə 3 aydan biraz çox bir müddətdə İmam Xümeyni Fransada yaşayır, bir qəsəbədə, kiçik bir qəsəbədə. Bəli, həmən dövrdə artıq İmam Xümeyni dünyada tanınırdı. Orada Fransanın da dünya mətbuatına çıxışından istifadə edib, dünya mediası ilə əlaqələr qurur, müsahibələr verir, öz hərəkatının mahiyyətini, fəlsəfəsini açıqlayır, dünyaya çatdırır. Onunla dünya liderlərinin nümayəndələri Fransada görüşürlər, müəyyən deməli diyaloqlar olur filan.
Bunlar zamanında dövrü mətbuatda da çap olunub və istəyənlər də sonra da kitab hallarında da bu məsələlər deməli çap olunub. İstəyənlər bu məsələlərdə araşdırıla bilərlər. Yəni artıq İmam Xümeyni o vaxt yetkin bir müctehid idi, yetkin bir siyasətçi idi və eyni zamanda mərci təqlid idi, Ayətullah titulunda idi və İmam Xümeyni təqribən 4 aydan da az, 3 aydan biraz çox müddətdə Fransada yaşayıb. İndi belə bir sual yaranır. Yaxşı, 3 ay ərzində İmam Xümeynini Fransa necə hazırlaya bilərdi, necə onu təlimatlandıra bilərdi, İranda 3 ay müddətində necə çevriliş eləyə bilərdi, necə İmam Xümeynini çevriliş eləyib gətirib o çevrilişin başında qoya bilərdi, İranda o hakimiyyəti necə qura bilərdi ki, bunlar hamısı deməli böyük suallardır və bu insanlar da deməli ağına bozuna baxmadan, heç olmasa internetdə bu barədə bir araşdırma aparsalar, bu İmam Xümeyni Fransada nə qədər qalıb bir yazıb baxsalar, görsələr ki, yüzlərlə belə məlumatlar çıxır ki, İmam Xümeyni Fransada cəmi 3 aydan biraz çox müddətdə qalıb. Əzizlər, bu cür ucuz təbliğat sizi gözdən salır. Bu cür ucuz təbliğat sizin necə də dayaz olduğunuzu ortaya qoyur və sizin necə də qərəzli olduğunuzu və İslam əqidəsi ilə, Əhl-i Beyt məktəbi ilə qərəzli şəkildə deməli düşmənçilik etdiyinizi ortaya qoyur. Heç olmasa dediyiniz sözün, indi internet əsridir, dediyiniz sözün mahiyyətini və istinad mənbələrinə baxın. Ağzınıza gələni danışmayın. Görürsün, bunların hamısı üzə çıxanda, bu reallıqlar ortaya töküləndə siz özünüz pis vəziyyətdə qalırsınız. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.